Olmaz bura. Allah elə bir gününüzdür. Sağlığına kısmı. Hamısı sizin sayenizdədir. Teşekkür ederim. Allah elə bir gününüzdür. Işıq, üçü də ortadan gedəcək hələ uşaqlar. Tam vurur qutarmayı var. Deyir ha. İnşallah da bir də bir neçə müddətdən sonra buradan da bir dənə meybel, bir dənə dört gözlü qaz, burada stol və kapron stoldan da qoyacağım, burada yayda oturmağa. Meybel qoyacağım ki, burada yemək zat pişirib, çox vaxt yayda olanda evə girməyəcəm də, burada olacağım. Deyir, buradan belə meybel, belə üşüyə qalxmasın, belə at meybel, qazdan zat qoymağa da, bir dənə dört gözlü qaz. Sən burada oturum, itlərimlə oturacağım burada, yoldaşımla, aşkımla. İndi törtəküntü nə güçlük göstərir burada. Allah, ne güzel şıklık, dilahi. Elə bilsin yaydı. Elə bilsin günüzdü mü? Evet, hadi. Ne olur ki otura bilmələm yoldaşımla? Elə bilsin günüz değil, ama həyətdə yeməyiz, günüzdü. Keşi şıklı olur. Sağlığına kısmet, çok sağ olun, teşekkür ederim. Teşekkür ederim hamınıza. Təmizləyirdi deyəndə səhvələ birinci həyət törtöküntüsünə bax, həyət yığışılsın. Çox pis gündədir da, o su da süper olur, ora bir də yay. Hədə yay mətbəxi deyirəm. Bu iş yerə qalmış, o böyrər örtüləcək. Qonşu baxmayacaq, qabağı örtüləcək. Bax, oradan şey gəlir, ora örtüləcək. Apşivka deyir, nə deyir onunla? Apşivka yox, bir cür göynə onunla örtüləcək ki, şey olsun. Bu gün də ustalar yatdığı pastellərin hamısını yuyub sərmişəm. Deyir ha, paltarları şərtim qırıldı da. Hamısını bax, görürsünüz, hamısını sərmişik. Acmamsınız ki. Ördəklərim nə var? Su içisiz ağıllılar. Teşekkür ederim hamınıza. Böyle uşaqlar, görsən bura qaranlıqdır bax, amma orası işıqlıdır. O bir ustan ağarım evə gəlmir, maşında yatır. Deyir gel. Görüm gedib. Deyir yatır maşında. Yok, gəlmə ayrım gəlmir. Qorxuda nə? Qorxuda. Yox, ayrım gəlmir o. Niyə qədər deyirəm, deyir yox. Maşında yatır, sərdə durur. Amma yeməklərini deyirəm, bir sos pişirdi, qonşum sağ olsun. Bunları atdıq, qonşum sərdi, atdıq maşın yudu. Hamısını sərdi, onların yatdığı pastellər zatlardı da. Kirlənir eləyir. Deyir uşaqlar, bax, böyle gündədir, bax, pləkənə bax, tosunu yiyeyim. İyi hə. Bu zirzibil ancaq bunlar gedəndən sonra təmizlənəcək, vəssalam. Ne gişək da. Bilməm mi? Səndəki çimərsən ha. Səhər qonşu gəlib, sən apaf çimizləyəcək. Gözün başı zadın pis gündədir. Kirlənir, ayaqlı ağzın zadın sol palçıq kirlənir. Çünki iti çimizdir, bir dəqiqə bıraxsaq yenə şey olacaq. Qazı ora qoyma, hara qoyma? Belə yüngül var, hara qoyum? Keçədə yayda yoldaşımla uşağımızda unutma. Yayda da evin içində nə var? Hamı çöldə oturur. Şimdi məndən olsa kravatım var orada. Kravatın üstə döşək qoy, yayda burada da yat. Titili prosto yeyər adamı. Qonşumalı yox. Olmaz, mən qonşuma gözlə görmürəm. Senin beyim arvadın da olacaq. Yox, dədeyin olacaq, nəneyin də böyründə. Niyə olmur ki? Kimlə nə yeməksiydi? Senin arvadın olacaq. Manqalı qocayı usta yatıbdı. Usta dedi ki, sağ pay tikəcəm. Keçək bəzəkli dedi, manqal tikəcəm. Dedi, bəzəkli manqal tikəcəm sağ. Qəşək manqalı deyil, altında təkəri də olacaq. Vəssalam deyil, altına deyişək, belə sürüb belə aparasın, belə sürüb belə aparasın. Şey ödeysə saxlanır ki, o yemeği.
İlanlar yazır mənim qapımdan. Mən 2017-dən burada yaşayıram, bir dənə ilan görməmişəm. Toyuqçucu olan qapıda ilan olmuş. İlan toyuqdan qorxur, yadda saxlayın. Gedir başını dimdikləyir, yeyir. Otağın nəyini göstərim ki? O bursunda zalda yatıbdır, o bursunda ikisi yatıb, o bursunda gəlmir evə. Maşın ayağına varım, gəlmir, burada yatacağım. Ayısı o bahadır, 1500 manatsadır kubiklə dikən. Və bu qəşə Nəsirov necə anlaş? Bayaq danışmışam. Deyir, biraz istirahət eləyəcəm. Sabahda zad açacaq. Sos. Təzə remont olan otaq nə gündədir hələ? Bizə mənə deyirlər ki, evə çox pul tökmə yaşayırsan da, deyir. Deyir, pulunu qazansan, yığ. Nə bilim, gətir ora bir R&D'yə balaca dükan götür, gətir ora coraqlar tök, mayka tök, sən nə bilim, telefon şeyləri, nə bilim, şar tök, nə bilim tök, otur qabağında sat. Bir bütçə şey var, elə deyirlər. Evə da nə deyir, evində hər şey hazırdır. Mangal bu dəqiqə qaşınır. Amma oğlan dedi ki, sapa yığacam da, qəşən mangal yığacam. Da rahatdır da YouTube. Ev rahatdır da qurbanım sən. Əsas evdə bilsən nədir? Qazdır, sudur, işıqdır, daim olsun. Hamamdır, çinməkdir, əsas o da var. Yəni əsas odur. Prosta bir dənə rastıma bir qəşək ağıllı, bir yaxşı bir qız çıxmır ki, evlənim da. Başa düşürsən? Var, adı Solmaz. Bu Solmaz kimdir? Ətir mağazası. Bərdədə ətir mağazası çoxdur. Kimliyindir gələ? Bərdədə ətir mağazası. Qəşək qızlar qoyurlar, ətir mağazası, saçlarını belə yığırlar, ortaları nazik, arxaları yekə, buduraq belə qızlar. Onu qof gəl, mənlə alacaqlar. Həyatda inanmaram. Ətir yox. Salam Kiyan, xoş gəldin, necəsən? Parfüm yox. Görüm, nə bilim. Sport geyimləri yoxdur Bərdədə elə. O da ola bilər, qəşək qadınlar geyinirik, sport deyib, bax belə. Spartenlilər. Bax belə açasan, elə belə bir balaca kvadratlı dükan olar. Otursa, məni sevən xanımlar var da, Bərdədən, Tərtərdən, Yevlaxdan, gəlib alarlar bəkə. Açam reklam eləyəm, hə, bəkə olur. Bir TikTok büyüm var, səhər yoxdur, düz deyirsən. Biləsən ki, bir qazanç yerim var. Amma oxumuşam da, ali təhsilliyəm də uşaqlar. Başa düşürsünüz, KPRS Universitetini bitirmişəm. Diplomu yəni oxumuşam da, yəni indi bilmirəm, Bərdədən götürərlər, götürməzlər ta. İşdə də işləyə bilərəm, hökumət işində. Təcrübəm belə var. Restoran açmaq üçün mənim imkanım nə üzrə olsun, sən də sesi danışsan. Restoran həyatı boyu. Hə, cəmaatı reklam edəcən öz obyektivində. O da nə bilim, ay qaqa. Yaxşı bir böyüyüm olaydı, mənim başım çıxmır. Gərəkdi duraydı üstlərində. Yaxşı bir dədə olaydı. Gərəkdi, mənim başım çıxmırdı, zorlandı. Gərəkdi duraydı. Deyərdi ki, oğlum tiktokerdir, məşhurdur bu dəqiqə. Reklamı var, şey var. Mənim indi düşüncəm yoxdur, bir yana çıxardım.
duraydı, obyektdən açaydı, özü də kömək eləyəydi, başı çıxır. Mən də oturaydım, reklam eləyərdim, qonşumu da qoyardım satıcı. Deyil işləmək istəyirəm. Ayda da bir 200-300 manat maaş verərdim. İndi nə qədər də satıcılar nə alır, mən də onu verərəm. Satardı, mən də gəlib oturub canlı açıb reklam eləyərdim. Bir yaxşı bir paltar dükanı olsa belə. Yoxdur, mənim başım çıxmır. Yemək yemişsən, sos pişmişdi. Qonşum bir gün gəlmişdi, mən tıncıxırdım deyim, sağ olsun, gəldi. Ət aldım, 2 kilo sos pişirdi, deyir ha, qazan. 2 qazan almışdım o gün. Deyir ha, bax. Görsən, hələ səhərə də qalıb. Düz diyamısının qabağına. 2 qazan deyir bu. Pişirdi, ustalar da hamı yedi. Ustalar mənə bir tərifləyir. Deyir ki, deyir, sənin kimi olan neçə evdə işləmişik. Deyir, neçə evdə işləmişik, sənin kimi insan ev yiyəsi görməmişik. Bizə axşam da yemək verirsən, deyir, gün ortada verirsən, çay verirsən, evində qoysan qalmağa. Onu deyir, kim qoyar? Kim sənin evi tutaq ki, gelib başqa rayonlarda sədat çəkmiş, deyirik ki, oteldə qal. Sən deyir, qızılsan. Ona görə deyir, Allah sən həmişə başından tökür. Bax, usta deyir, müdürlər deyir, ona görə də Allah sənin başından tökür, həmişə ürəyinə görə də verir. Ki sən deyir 10 günlük deyir sənin qapındayıq, hələ bir dəfə deyir bizə pis sifət göstərməmisən ki, da qutarmışsınız. Niyə tökür? Allah ürəyimə görə verir. Kosmetika yeri, bax o da olar. Qəşək kosmetika şey var, o da olar kosmetika yeri. Qəşək pudralar, tamanilər, qoltuq altılar, nə bilim, ətir də olar. Bax o olar, kosmetika. Qəşək filmini tamanilər gətirəm, eləyəm. Allah'a, bax olar, Qəşək pubelətdir da, yəni qəşək içində nə bilim, hər şeylər, nə bilim, kül təpərə, kül bax sənə belə düşdün dədeyin təpəsinə, sonra da nəyin təpəsinə. Pərdə dükanı, avantqard pərdə var da. Mən qoymuşum, qızı qoyacam orada satıcı. Qəşək də nə bilim. Moyka. Az yox olsun o moyka nədir? Qız qonşumdur da evə baxan. Allah şükür, qəşək oturar orada, dükanı açdan belə kamerada qoyarsın. Hər şey büyün, tutaq ki 20 dənə kosmetika satır. Orada kompüterə vursan, yazırsan belə ki, büyün 20 dənə, aç otun tutacaq, mən də maaşını verəcəm. Yəni, əslində o yaxşı şeydir, bir iş qurmaq. Qadın alt geyimləri. Yox, o neyinəm? Hündüşka toyuqsa da nə bilim. Hündüşka toyuq mən saxlamalıyam, uşaqla, tək adamam. Arvad olmalıdır ki, saxlayaq, qoçaq arvad. Mən alım töküm qapıya saxlasın, inqivatordan çıxardaq, əl-ələ verək saxlayaq. Mən tək bacarmıram, tıncıxıramsa. Tək işi deyil, hündüşka yox saxlamaq. Ona bir nəfər də lazımdır. Kişi salonu. Lazer Bahada Xay Qorgirin. İndi də hamı Aleksandr Kandelaya gəlir. O 20 minlik, 10 minlik lazeri heç kimi getmir. Gedirsən sən, görsən hamı deyəndə deyil Aleksandr Kandeladır. Son onun da qiyməti 120-130 mindir. Mən tutaq ki, deyək ki, onu kreditə get. Onun havağa mən ödəyəsən, onun havağa pulunu çıxardasan. Yox, zırıltı bir şeydir. Amma aslında o yaxşı şeydir. Lazer həmişə pul qazandıran olur. Amma oradakı, o mən dediyim son modellə hamı deyək, onun yanına gəlir, o 120 min, 130 mindir. Bahadır. O olsa, qəşəmi gələr. Deyər, az ki də yola biraz endirim, aşağı qoyaram. O da bahadır, lazım, inanmıram, onu bir yıxarıb qazadır, onu çıxartmaq mümkün, qeyri-mümkündür. Gülüm. Eyval, Bakıdan uşaqlar yoxda yoxumdur. Ağlamaram, heç vaxt ki, pulum yoxdur, ömür boyu. Hal-hazırda qazanıram. Buradan qazanıram. Mən heç vaxt ağlamaram. Allah elə insanları sevmiş. Allah hamdolsun. O pul ki qazananlar var, otur ki canı da ağlayır, pulum yoxdur, borcun içindəyim, xeyr. Allah elə insanları sevmir. Hər günümə şükür edirəm. Amma indi yox. Hər günümə şükür edirəm. Toyuq saxla kətdə. Əslində fermada yaxşı olar, o da xanım bacara biləsən də fermada, yəni gedib bir kətdən torpaq alasan, tutaq ki bir 30-40 sot, 50 sot. Ördəkdən buraxasan, lal ördəkdən buraxasan, hündüşkadan buraxasan, saxlayasan, tökəsən ora. O da yaxşı, çıxardı satasan. O da olar. Və mənim 10 sot deyil, mən də şəhər yerinəm. Görsən, qonşu deyir ki, ördəyin səsi beynim aparır.
O problem yaşayaram burada, olmur. Ancaq özüm üçün saxlayıb yeyirəm. Kahve yaz, çətin deyil.